Sabahınız xeyir olsun, əziz telesəhər tamaşaçıları. Xoş gördük hər birinizi. Sizinlə studiyada mən İskəndər və mənim əziz dəyərli həmkarım Təranədir ki, bu 3 saat ərzində sizinlə mən və Təranə çalışacaq ki, günün aktual mövzularını, eyni zamanda telesəhərin hazırladığı xüsusi təqdimatları və eyni zamanda süjetləri təqdim edək. Sabahın xeyir olsun Təranə. Sabahın xeyir olsun İskəndər. Ümid edirəm əhvalın yaxşıdır və bizi izləyən bütün tamaşaçılarımızı salamlayırıq. Həftənin ikinci günüdür, 2 dekabr tarixidir və ümid edirik ki, həftə sonunda yaxşı enerji toplamısınız və etdiyiniz istirahət məhz işlərinizə sirayət edər və həftəniz də uğurlu keçmiş olar. Əslində artıq qış başladı. Demək olar ki, dekabrın ilk günləridir. Düzdür, soyuğu hələ o qədər də hiss etmirik. Təki belə də keçsin. Hava biraz mülayim olur, biraz istəyir. Amma istəyir də, adam istəyir ki, biraz qar yaxsın. Bəli. Təbii ki, qışın özəlliyi ondan ibarətdir ki, orada qar olur. Heç olmasa bir dəfə yaxsın, biz də böyük zövqlə bax bu qardan təbii ki, zövq alaq.